Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız. Bakı vaxtı ilə saat 15-dir. Bu o deməkdir ki, Dünya televiziyasının efirində bu saatlarda üz-üzə proqramı geniş tamaşaçı auditoriyasına təqdim olunur. Əziz izləyicilərimiz, sizin hər biriniz bizim üçün doğmasız. Dünyanın dörd bir tərəfindən bizi izləyirlər. Dünya televiziyasının dünya boyda bir ürəyi var. Sevgi ilə döyünən bir ürəyi var. Hər birinizə təşəkkür edirik ki, məhz bizi izləyirsiniz. Dünya televiziyasına baxırsınız. Televiziyalar çoxdur. Dünya televiziyasının isə yeri xüsusidir. Və nəzərinizə çatdırım ki, televiziyamız ailə kanalıdır. Yəni, yaşından asılı olmayaraq bizi ailə ilə birgə bir masa ətrafında əyləşib izləyə bilərsiniz. Çünki bizim efirlərimizin hər biri həm maarifləndirici, həm də məlumatlandırıcıdır. Bizim məqsədimiz bundan ibarətdir. Əziz izləyicilərimiz, sizin hər birinizə xüsusi bir hörmətimiz var. Sizin hər birinizə xüsusi bir sevgimiz var. Və hiss edirik ki, bu sevgini, bu hörməti siz bizə qaytarırsınız. Çünki siz bizi izləyirsiniz. Bax, bundan hiss edirik. Qaynar xəttimizə vurulan zənglər, fikirlər, hansı ki o fikirlər bizi daha da gücləndirir. O söylədiyiniz fikirlər bizə daha da yüksək əhval-ruhiyyə güc verir. Hər birinizə təşəkkür edirik. Hər bir zəngdə bir sevgi var. Zəng edin. Bizim qaynar xəttimiz 24 saat ərzində aktivdir. Qoy dəqiq söyləyim. WhatsApp-ımız 24 saat ərzində aktivdir. Əgər zəng etmək istəsəniz, səhər saat 9-dan axşam saat 21-ə qədər zəng edin. Böyük məmnuniyyətlə zənglərinizə cavab verəcəyik. Probleminiz var, çətinliyə düşmüsünüz, düşünürsünüz ki, buradan çıxış yolu yoxdur. Elə düşünməyin. Çıxış yolu var və o çıxış yolunda da biz sizin yanınızdayıq. Təbii sevincinizi də bizimlə bölüşürsünüz. Buna görə də sizə təşəkkür edirik. Sevinci bölüşəndə isə sevinc çoxalır. Gəlin sevincimizi, xoş günlərimizi bölüşək ki, bu günlərin sayı da çox olsun, sevginin də, sevincin də. Əziz izləyicilərimiz, beləliklə bugünkü proqramımızı açıq elan edirik. Biz artıq başladıq. Başladıqsa, onda həm qonaqlarımızı, həm də ki, mövzumuzu deyəcəm. Və onu da söyləyim ki, düzdür, proqram mənim təqdimatımda televiziya tamaşaçılarına təqdim olunur. Amma bu, böyük bir komandanın işidir. Həm ekspertlər daxildir buna, efirimizə gələn qonaqlar, həm də bizim yaradıcı qrupumuz, rejissorlar, operatorlar, səs rejissoru, hər birinizə təşəkkürümüzü bildiririk. Bu kollektiv bir işdir. Düşünürəm ki, bu işin bəhrəsi də gözəl olacaq. Eyni zamanda bizim proqramımızda iştirak edən bizim dəyərli ziyalılarımız kimlər olur bizdə? Azərbaycanımızın tanınmış alimləri, ziyalıları, Milli Məclisin deputatları, Milli Məclisin komitə sədrləri. Mən hər zaman onları dəvət edərkən Dünya televiziyasının dəvətini qəbul etdikdə özümü xoşbəxt sanıram. Və hər birinizə də minnətdaram. Çox sağ olun. Beləliklə, bugünkü proqramımızın mövzusu. Biz bugün qadınla danışacağıq. Gözəl və ağıllı qadından danışacağıq. Və qonaqlarımız kimdir? Qeyd etdiyim kimi, üz-üzə komandasının üzvləridir. İki gözəl insan, dəyərli insan, Azərbaycanımızda tanınan insan, nəinki Azərbaycanımızda, Azərbaycanımızın hüdudlarından kənarda da tanınırlar. Bugünkü efirimizin qonaqları, öncə gəlin xanımdan başlayaq. Mehriban xanım Paşayeva, gözəl, ağıllı bir xanım. İctimai siyasi xadim. Mən sizin təşkilat rəhbərisi, mən sizin haqqınızda çox danışaram. Amma qısaca söyləyəcəm. Mehriban Paşayeva, xoş gördük sizi. Xoş gördük əzizimiz Könül xanım və dəyərli doktorumuz. Sizləri, əziz tamaşaçılarımızı sevgi ilə, hörmətlə salamlayıram. Həyatda bəzən elə söhbətlər olur ki, doktor, onlar danışıldıqca unudulmur. Və mən hesab edirəm ki, bugünkü bizim söhbətimiz də tamaşaçıların düşüncəsində qalacaq. Təşəkkürlər və Mirəzim Zaidov, xanımların sevimlisi.
Mirəzim Zayedov professordur. İsveçrə Montre Universitetinin professorudur. Estetik plastik rekonstruktiv cərrahdır. Onun da titulları çoxdur. Sadəcə olaraq söyləyəcəm. Mirəzim Zayedov bizim dəyərli həkimimiz. Xoş gördük sizi. Çox sağ olun. Mən öncədən bütün bu çəkiliş qruplarına, başda siz olmaqla hər birinə təşəkkür edirəm ki, bu günləri bizi dəyərli və çox sevdiyimiz gözəl bir xanımla bura dəvət eləmisiniz və həqiqətən də mənim üçün xoş oldu, həm də sürpriz oldu. Çox gözəl. Başlayaq söhbətimizə. Başlayaq mı? Buyurun, buyurun. Başlayaq. Onda qadın böyük qüvvədir deyib elə Mehriban xanıma birinci keçid alaq. Mehriban xanım, gəlin belə bir suala cavab verək. Qadın kimdir? İlk növbədə onu deyim ki, qadın mənim üçün şəxsiyyətdir. Biz qadınlarımızı necə görürük, doktor? Qadınlar ilk növbədə həm evladdır, həm anadır, həm bacıdır. Bunlar onun həyatdakı rollarıdır. Amma təkcə bunlarla, bu rollarla qadın kifayətlənmir. Qadın sözün əsl mənasında böyük qüvvədir. Ümidlərin olan yerindədir qadın. Qadınsız həyatı mən təsəvvür eləyə bilmirəm. Ana qadındır və o eyni anda təsəvvür eləyin ki, həm öz işini, ailəsini, evladını, həyatını idarə eləyə bilir. Buna da əlbəttə ki, böyük güc lazımdır Könül xanım. Məncə Qadın yaradandır. bəli, bəşəriyyətdə ən böyük yaradıcı elə qadındır. Qadınlarımız, bax, elə doktor, təsəvvür eləyin ki, böyük sərkərdələri də qadın dünyaya gətirir. Bəzən biz keçmişimizə də baxanda o dövrlərdə heç savadı olmayan bizim necə dəyərli, qiymətli nənələrimiz, analarımız olub ki, onlar dahi insanları dünyaya gətirirlər. Bəli, Könül. Və onun dahi kimi yetişməsində də anaların böyük rolu olub. Bəli. Qadın böyük qüvvədir. Hörmətli həkimimiz, sizin fikrinizlə qadın kimdir? Mehriban xanım, siz bayaqları qeyd elədiniz, amma mən fərqli yöndən yanaşmaq istəyirəm. Demək, qadın, bəli, anadır. Və əslində siz deyirsiniz böyük qüvvədir, amma qadın böyük qüvvə deyil. Böyük qüvvə deyil? Deyil. Aha, Mehriban xanım, eşidirsiniz də? Böyük qüvvə deyil. Qadın inkişafdır. Qadın gələcəkdir. Ərləri həqiqətən də qadın onu özlüyündə, onu yaşayırsa, həqiqətən də o inkişafdır. Hər bir kəs ana ola bilər, yəni bütün analara hamısının qarşısında biz baş əyirik. Amma bu günləri qadınlar həqiqətən də bir gələcəkdir. Amma o gələcəyi hər bir qadın bilmədiyi üçün və bu günləri bizim o dediyimiz böyük qüvvə ortadan qalxır. Hətta. Mehriban xanım, əgər nə vaxtsa, yəni bu proqram boyu həkimimizin fikri ilə razılaşmasanız, öz fikirlərinizi rahat söyləyə bilərsiniz. Çox rahatçılıqla. Güclü qadın və ağıllı qadın. Bax, istərdim Mehriban xanım, bu sualı cavablandırarsınız. Elə doktora da elə bu həkimimizə bu suala istinad olaraq qadının gücündən bəhs edərək qadının böyük qüvvə olduğunu çalışacağam ki, öz aləmimdə isbatlayım, doktor. Buyurun. Qadın gücündən bəhs söylədiniz. Güclü və ağıllı qadın. Güclü və ağıllı qadın. Ağıllı qadın baş verən hadisələrin görünməyən tərəflərini gördüyü üçün daha çox narahat olur. Ağıllı olmaq, yəni qadın üçün ağıllı olmaq həmin hadisələri daha dərindən təhlil eləməyə səbəb olur. Güclü qadın məsələn öz problemlərini belə
öz içində həll eləməyə çalışır. Bu da emosional baxımdan da çətin ola bilər. Bəzən qadınlar öz hisslərini gizlətməyə çalışırlar və güclü görsənməyə çalışırlar. Bax bu hisslərini gizlətmək sanki məcbur qalır, amma halbuki baxırsan ki, hər insan kimi qadının da zəif anları olur. Mən həm ağıllı, həm güclü qadından bəhs olunursa, bunlar üstünlüklər kimi görünür, amma bunun görünməyən tərəfləri də var. Bəzən hesab eləyirlər ki, çoxları hesab eləyir ki, şəxsən öz payıma deyirəm, Mehriban xanım istənilən vəziyyətdən, yəni Çıxış yolu tapa bilir. çıxış yolu tapacaq, heç vaxt yorulmur və heç kimə də heç vaxt köməyə də ehtiyacı yoxdur. Amma bu da insanın üzərinə əlavə məsuliyyət qoyur. Həm güclü, həm də ağıllı qadın həyatın bəzi qapılarını açır. Amma eyni zamanda insanı müəyyən bu sınaqlarla da qarşılaşdırır. Məsələn, bu keyfiyyətləri mən həyatımın yəni inkişafı kimi, bayaq doktor qeyd elədiyi kimi, insan hər zaman inkişafda olmalıdır və inkişafı kimi qəbul eləyirəm və bu keyfiyyətlər də çətinlik yox, deyərdim ki, bir növ elə özümü inkişaf etdirməyə, öyrənməyə, səhvlərimdən nəticə çıxartmağa gətirib çıxarır. Bir də doktor, qadının gücünün üstünlüyü bilirsiniz nədədir? Qadın heç bir zaman yəni öz zərifliyini itirməyəndə daha güclü olur. Məsələ buna görə də qadın güclüdür. İstənilən çətinliklərin qarşısında o öz insanlığını, mərhəmətini, Könül xanım öz ləyaqətini qoruyub saxladıqda qadın güclü olur. Doktor, siz mənə diqqətlə qulaq asın. Hər bir sözümdə böyük Həkim məna var. eşitdir. Gəlin belə Çox deyək. sağ olun, mən Doktor yox, üzr həkim istəyirəm. deyə müraciət eləyək. Mən üzr istəyirəm. Aha. Yəni ki, burada o qadının gücünə, qadın güclüdür, belədir. Biz qadınların, yenə deyirəm, hər bir kəs, mən hər zaman bizim Azərbaycan qadınları, deyək ki, dünyanın ən gözəl, bəlkə də deyirəm ki, heç onların bənzəri olmayan gözəlliklər, zərifliklər bizim Azərbaycan qadınlarındadır. Bunu bir tərəfə qoyuruq. Birinci, ağıllı qadın necə olmalıdır? Ağıllı qadın uşağının, anasının, deyək ki, bacısının, əmisinin, dayısının işlədiyi yerin və yaxud da kollektivin içində ağıllı qadın hər zaman öndə yoldaşını tutmalıdır. Bəli. Əlbəttə. Ağıllı qadın, o ağıllı qadındır. Və yenə deyirəm, qadının arxasında əgərləri bir güclü kişi yoxdursa, o qadın ömür boyu güclü ola bilməz. Biz incəlikdən, zəriflikdən demirik. Əgərlər onun arxasında bir güclü kişi varsa, o güclüdür. Amma bu günləri biz o güclülüyə fərqli baxırıq. Deyirik, bu günləri mən gedirəm 5 manat qazanıram və yaxud da mən bu günləri özümü saxlayıram, mən güclüyəm, xeyr. Yox, biz onu demədik, doktor. Amma siz sadəcə olaraq, tək olaraq insanı düşünürsünüz. Amma bunların içində o dedi ki, əlbəttə hər bir kəsi alimi də, deyir ki, fəhləni də, yəni hər bir kəsi bir ana dünyaya gətirir. Bəli. Bəli. Bir ana dünyaya gətirir və bu ananın da, yəni ki, yanında kim olur dünyaya gətirir? Onu da düşünmək lazımdır. Yəni ki, tək deyil, bərabər şəklində olanda onlar hər şeyi ideal şəklində və yaxud da gələcəkdə istədikləri hədəfə və yaxud da bu günləri, yəni deyirəm, qadınlar həm qadınların dostudur, həm də düşmənidir. Mən inana bilmərəm ki, Mehriban xanım hansısa bir qadının düşməni olsun. Biz tək deyək ki, hər hansı bir... Hər kəs Ola bilər, Mehriban xanıma qısqanclıqla yanaşanlar ola bilər. Məsəl üçün, elə mən özüm də. Mən yenə deyirəm, bu günləri qadınların həm dostudur, həm düşmənidir.
Yəni ki, baxın, cəmiyyətin içində siz də illərlə də Mehriban xanım biz tanırıq. Mehriban xanım bizim üçün əzizdir. Hər Çox zaman sağ da olun. o səmimiliyini, o pozitivliyini, ondan sonra hər bir İncəliyini, insan gözəlliyini o qədər qoruyub göstərir saxlayan ki, bir qoruyub insan. saxlayır. Amma bu günləri Mehriban xanıma deyək ki, o incəliyi, o gözəlliyi və yaxud da o müsbət auranı, enerjini deyək ki, bizə və yaxud da fərqli insanlara verəndə bizim qadınlar baxışları və düşüncələri bir ayrı deyil. Fərqlidir. Fərqlidir və heç bir kişi, məsələn, heç bir qadın haqqında mənfi düşüncəsi ömrü boyu olmaz. Yəni hər zaman pozitivliyi daha da. Yenə deyirəm, burada insanların içində biz fərqli baxaq. Biz bu günləri bizim qadınlar güclüdür, anadır və bu günləri biz o gücü niyə istifadə eləmirik və yaxud da bu gücü hara istifadə edirik? Həkim, Bəli. Mirəzim həkim, mən istərdim bax sözünüzün elə bu yerində Mehriban xanıma müraciət edim. Mən Mehriban xanımı güclü və ağıllı qadın kimi hesab edirəm. Mehriban xanım, siz özünüzü necə güclü və ağıllı qadın hesab edirsiniz? Əslində həkimin də dinlədim. Hesab edirəm deyəndə təkcə mən deyərdim həyatda müəyyən uğurlarım da olub, müəyyən iş təcrübəm də olub, amma mən bunu qadının gücü kimi hesab eləmirəm. Mən hər zaman az öncə qeyd elədiyim kimi, yəni bu həyatda öyrənməyə, səhvlərimdən nəticə çıxartmağa, bax bunlara çalışıram. Əgər məndən bəhs olunursa, mən işindən, vəzifəsindən asılı olmayaraq hər bir qadının güclü doktor güc deyəndə biz bunu fiziki güclə Fiziki güclə əlaqələndirmirik. danışmırıq, bəli, Həyat təkcə bəli. fiziki güclə Bəli. sadəcə olaraq qadın nə zaman güclü olur? Qəlbində mərhəməti olduğu zaman güclü olur. Bütün çətinliklərin qarşısında öz dəyərini itirməyəndə fikir verin nə deyirəm. Öz dəyərlərini itirməyəndə, həmin o çətinliklər qarşısında sınmayanda güclü olur. Yıxıldıqdan sonra mənim də başıma gəlib həkim ayağa qalxdığı zaman güclü olur. Siz bildirirsiniz ki, bir çox xanımlar, bəli, əlbəttə biz atalarımıza, qardaşlarımıza, həyat yoldaşlarımıza Mən üzr istəyirəm. Yəni ki, minnətdarıq bu ki, bir qadının arxasına deyək ki, həyat yoldaşı Bəli. deyə düşünmür. Atadır, qardaşdır. Bəli, bax belə ona görə mən bütün xüsusi onu ümumiyyətlə, vurğuladım. bəli. Onlar bizim arxamızdır. Amma gəlin baxaq bu həyatda nə qədər Könül xanım həkimin sözünü istinad eləyərək mən bu fikirlər məndə yarandı. Nə qədər tək qadınlarımız var, hansı ki həyat yoldaşları da yoxdur. Amma onlar bu çətinliklərin qarşısında baxın, Aciz yıxılıb qalmırlar. Yıxılıb ayağa qalxdıqdan sonra qadın göz yaşlarını silib kiməsə ümid verirsə, bu kim ola bilər? Evladı ola bilər, yaxınları ola bilər. Bu böyük qüvvət, bu böyük gücdür. Bu anlamda burada fəlsəfi fikirlər var, həkim. Yəni fikir verin. O qadın ki yıxıldı və həyat yoldaşı birdən-birə dünyasını dəyişdi. Onun həyatı məhv oldu. Amma o yıxılmır. Həyatına davam eləyir. O ayaq üstə durmağı oğlu, bacarır. Əgər atası, yoxdursa, bəli. doktor, həkim, əgər yoxdursa, bax bunlara istinad eləyərək deyirəm. Qadın yıxılırsa ayağa qalxmaq barədə düşünmürsə, bəli, bax o zaman qadın zəif olur. Amma hər zaman irəliyə doğru baxırsa, özünün içində o inan varsa, o ümid varsa, hətta o həmin özünün çətin vəziyyətində belə başqalarına ümid verə bilirsə, Heç oldumu? Bax biraz öncə siz çıxışınızda qeyd etdiniz ki, mənim də çətin dövrüm olub. Əlbəttə. Heç oldumu ki, siz hamı üçün güclü qadın kimi tanınan Mehriban Paşayeva özünün zəif olduğunu artıq bitdi deyir və dayan deyir. Zəifəm, bundan o yana gedə bilmirəm. Bax o hissləri yaşadığınız gün oldumu? An əlbəttə oldumu? olub Könül xanım. Mən ümumiyyətlə qadın üçün zəif ifadəsi ilə tam razı deyirəm. Amma bunlardan çıxış yolu tapıb insan həyata davam Ümidsizlik eləyirsə, deyərəm. bəli, həkim
Könül xanım, mənim də kövrələn vaxtım çox olub, özümə suallar verdiyim vaxtlarım çox olub. Həyatın müxtəlif mərhələlərində çox çətinliklərlə rastlaşmışam, amma ağlayan zamanlarım da olub. Bax, Ağlamaq o güclüdür, ağlamaq zəiflik deyil. bəli, Ağlamaq zəiflik deyil. ağlamaq güclü qadın deyəndə güclü qadın ağlamır deyə belə bir məfhum yoxdur. Yox, ümumiyyətlə ağlamaq zəiflik deyil. Bəli. Kişilər də ağlayır da. Bəli. Kişi də ağlaya bilər. Bəzən insan duyğularını, hisslərini saxlaya bilmədikdə, mən məsəl üçün hər anda heç bir zaman heç bir hissimi, məsələn, o hissləri saxlaya bilmirəm. Bəziləri bunu bir mahnının, həzin mahnının və yaxud sözlərini eşidəndə kövrəlirəm, gözümdən yaş gəlir. Hətta Könül xanımın verilişində belə hönkürtü ilə mən ağlayan vaxtlarım olub. Mən bunu zəiflik hesab eləmirəm. Bəziləri bunu zəiflik hesab edir. Əksinə bu, həkim, Yox, bu böyük bir əksinə. cəsarətdir. Bəli. Əslində Çünki bu- bax deyirsiniz bizim proqramımızda sizin kövrəl anlarınız olub, həqiqətən belədir. Biz elə bir belə deyək, elə bir mövzuya gəldik, elə bir məqama gəldik ki, bir insan, axı biz hamımız insanıq. İnsanıq. Və hər bir hiss də bizdə var. Bütün hisslər. İndi həkim yəqin ki razılaşar. İstər qadında, istər kişidə belə deyək, sevgi hissi də var, nifrət hissi var, qısqanclıq hissi var, paxıllıq hissi. Bəli. Hamısı var. Amma baxır hansında hansı hiss daha çoxdur. Həmin anda sizin o həssas nöqtəniz, həssas mövzuya keçid aldıq və mən sizin o ürəyinizə girdim, o gözəl ürəyinizə. Və oradan siz yaşadıqlarınızı ötürdünüz, hisslərinizi ötürdünüz və inanın mənə, siz onda yadımdadır, elə dediniz ki, canlı efirdə mən də ağladım, niyə ağladım, özümü saxlaya bilmirəm. Dedim çünki siz canlı insansınız da. Bu hisslər bizlə bərabər yaşayır. Könül xanım, Mehriban xanımın ümumi cizgilərinə baxın. Siz cərrah kimi baxırsınız. Ümumi aurasına baxın. Bu insan nə qədər o içində o mənfi emosiyalar olsa belə, o xarici görünüşü ilə, o cizgilərlə... O insan günəşdir. Hə, o hamısını məhv eləyir. Onun geyiminə də fikir verin, günəş. Yəni bu insan içi günəşdir, iç daxili dünyası günəşdir. Mən Mehriban xanımı heç vaxt qaşqabaqlı görmədim. Bizim bütün xanımlarımız aydır, günəşdir. Sadəcə onu özlərini ifadə eləyib, onu göstərə bilmirlər. Ay, onu da Məsələ odur. söylürsünüz, bəli. Yəni ki, o yenə deyirəm, o talantı, o inkişafı, o özlərində görmədikləri üçün özlərini, yəni hər bir insan özünü kəşf eləməlidir. Bu günləri özünü kəşf eləyə bilməlidir. Çünki deyirəm, hər bir şey yaradan insandır. Bəli. Çünki sən özünü kəşf eləsən və dünyada yəni də hər şeyi yarada bilərsən, evin içində oturub belə yarada bilərsən hər bir şeyi. Biz özümüzü kəşf eləmirik, biz başqa bir şeylərlə düşünürük, o qonşu belə getdi, nə podruqa belə getdi, o getdi. Rəfiqə. Rəfiqələrdir. Yəni ki, bax, yenə deyirəm, bax, 10 dənə xanım oturubsa, onların 7-8-i rəfiqə olaraq, onlar tamamən başqa bir şeydən danışacaq, amma 3-4 nəfər başlayacaq inkişafdan danışacaq. Nəyi yaradaq, neyniyək, fərqli bir şey eləyək. Bax, biləsiniz, orada yenə deyirəm... Çox təəssüf. Çox təəssüf ki, bu çoxluq təşkil eləyir. Çoxluq təşkil eləyir. Bəli, ona görə mən hər zaman deyirəm ki, mənim yanıma gələn xanımlar da olur. Mən onlarla psixoloji söhbətlər də eləyəndə deyirəm, bu talant var səndə. İstedad. Və İnkişaf etdir. Bunu açıram. Deyirəm ki, bax, budur. Sayıram onların hamısını onun üçün. Deyir, hə, məndə var. Deyirəm, yaxşı, niyə istifadə eləmirsən? Deyir, bəs qonşu gəldi, dedi ki, belə eləyək. Mən də deyirəm, niyə qonşunun dediyini eləyirsən? Bu sənin öz talantını istifadə elə ki, həqiqətən də inkişafa get. Öz istedadını öz istedadını göstərmirlər. Yəni deyirəm, adi saç baxımıdır. Gəlirlər məsələn, deyirəm ki, mən o saç düzümü belə eləsin, daha gözəl yaraşır. Bax get fərqli ol, bu şəkildə. Gedirlər məsələn elə bir proseduralar eləyirlər həqiqətən. Yenə deyirəm ki, kim aparır o proseduraya? Heç bir həkim o proseduranı eləmir, bəlkə də dəvət eləmir. Yəni yenə də podroqa İstəkdən asılı. Rəfiqə. Bəli, kimlərəsə Rəfiqə. bənzəmək istəyirlər. Rəfiqələr kiməsə hər bir insan istəyir ki, onda odursa izah eləyirsən, sənin anatomiyan fərqlidir. Burada üçümüzün də anatomiyası fərqlidir. Amma biz bir-birimizə oxşaya bilərikmi?
Amma nə gözəl ki, həkimimiz həm də estetik cərrahdır, amma fikir verin, həkim o zaman, həkim ümumiyyətlə cərrah estetik əməliyyatında həkimdir, amma böyük həkim məhz elə bax bu yanlışlıqlara pasiyentlə müdaxilə eləyir və tək ki səni əməliyyat eləyim deyə düşünmür. Yol göstərir. Yəni burada həmin pasiyentin xeyrinə danışır. Yəni çoxları bunu eləmir və bunu mən çox alqışlayıram həkim. İnanırsınız, mənim yanıma indi Könül xanımın bəzilərindən xəbəri var, biz bəzən söhbət eləyirik Könül xanımla. Gəlirlər, elə bir şey istəyirlər ki, Düzdür. yəni ki, izah eləyirsən, bu olmaz. Məsələn, mən qaytarıram. Yəni ki, Nə gözəl. ki, bunun psixoloji durumu, mən nə qədər desəm, bunun psixoloji durumu normal olmadığı üçün mən geriyəm. Mənim ilk pasiyentim mənə yaxınlaşır, deyirəm ki, qonşunun düşüncəsi ilə, podruqanın düşüncəsi ilə, rəfiqənin düşüncəsinə əgərləri hərəkət edəcəksənsə, bu əməliyyatı etdirmə. Eşq olsun həkim. Bax, Mirəzim həkim tam doğru söylüyor, Çünki dəfələrlə biz dəyərli professorumuzla görüşmüşük, xəstəxanada görüşmüşük, klinikada bizə müraciət edən olub və biz yönəltmişik həkimimizə. Həkim estetik plastik rekonstruktiv cərrahdır. Yəni tamamilə insanı dəyişə bilir. Hətta dəfələrlə olub ki, gətiriblər şəkil, belə deyirlər ki, həkim bax, eyni ilə mənə. Bu insan deyir ki, mən onu eyni ilə eləyəcəm, amma o sən deyilsən, bu bir. İkinci, o sənin üz cizgilərinə uyğun deyil. Bu iki, biraz öncə söylədi, hər bir kəsin, hər birimizin necə anatomiyası fərqlidir. Anatomiyası fərqlidir. Bax, bu saat da əgər biz üzdən danışırıqsa, məsəl üçün üz cizgilərini oxşaya bilərik, amma yenə də fərqlidir. Kiməsə oxşatmaq, gəl səni elə əməliyyat eləyim ki, qoy təbii görünəsən. Bəli. Daha rahat görünəsən. Görünməsin ki, oxşarsan. Bax, Kimisə bu günləri oxşarım. mən istəyərəm ki, məsələn, sizin kimi həqiqətən irəli görmüş insanlar, özünü inkişaf edilmiş insanlar, bax, bunların üstündə durub, həqiqətən də insanlar bir-birinə bənzəməsin. Ən azından aynaya baxanda, bəli. Xarici görünüşündə gəlib kiməsə dəyişib və yaxud da bəzən də gəlirlər ki, yoldaşım mənə dedi ki, sənin burnun deşiyi fərqlidir. Belə də olur. İnanın, indi yoldaşdır biz zarafat eləyib və onu həmən beyninə salır və gəlir. Mən də izah edirəm. Yoldaşı da oturub yanımda izah edirəm. Deyirəm ki, bax, sağ və sol cizgiləri tamamilə fərqlidir. Bu şəkildə olmalıdır, burası da bu şəkildə olmalıdır. İzah eləyirsən, yoldaşı da baxar oradan gülür. Deyir, doktor, siz ona nə qədər də sözlər, onun beyninə girməyəcək. Bax, mənim deməyim ki, bu gözəl xanımlarımız, bu gözəl analarımızı bu gündən sizlər, daha çox sizlər onlara təsir göstərə bilərsiniz. Amma bu günləri mən bunu eləyib, hər hansı bir yoldaşımın xoşuna gələcək deyə inanın gəlmir. Ona fərqli gözlə baxır. Mirəzim həkim, Mehriban xanım gözəl qadındır. Bunu bütün dostlarımız deyir ki, gözəl xanımdır. Gözəldir, güclüdür və ağıllıdır. Sizi güclü edən nədir? Gözəl, burada artıq genetik öz sözün deyir. Sizi güclü edən nədir? Məncə, mən deyim ki, Mehriban xanımı ən güclü edən faktordan biri, yəni ki, özünün, öz ürəyi qədər gözəl olan ətrafı və dostlarıdır. Bəlkə ailəsidir? Ailə də ətraf dostdur. Qoy özü cavab versin. Mən belə düşünürəm deyim. Az öncə mən vurğuladım, mənim də həyatımda çətinliklərim olub, həkim. Amma həmin o çətinliklər məni gücləşdirməyib. Bilirsiniz ki, insanın başına bir hadisə baş verəndə, müəyyən sınaqlardan çıxanda insan büdrüyür, yenidən ayağa qalxmaq istəyir. Məsələn, məni bax, güclü eləyən həmin o çətinliklərə qarşı apardığım mübarizədir və nəticə etibarilə mən o çətinliklərdən qorxmadım və bugünkü gündə də mən ayaqdayam. Deməzdim, mən dostları, insanları, Könül xanım da bilir, çox sevirəm. Yəni, mənim üçün bu həyatda
hər hansı bir addım atmağımda, yəni heç kim, yəni burada sadəcə bilmirəm, Onlara dəstək olursunuz, özünüz də güclü olursunuz, əksinə, onları hə. da güclü edirsiniz. Bəli. Gəlin indi reklamlara ayrılaq. Biz Mehriban xanımda belə deyək də gözəl, ağıllı qadın, güclü qadın deyə kökləndi. Ona görə də Mehriban xanım biraz narahat olur. Görən tək mən olmasın. Biz söhbət edəcəyik, daha ətraflı söhbət edəcəyik, amma reklamlardan sonra. Hörmətli izləyicilərimiz, Dünya televiziyasına baxın, efirdə üz-üzədir. Reklamdan sonra yenidən sizinlə üz-üzə olacağıq. Üz-üzədə siz, hörmətli izləyicilərimiz, söhbətimizi davam etdiririk. Biz qadından, gözəl qadından, güclü qadından, ağıllı qadından danışırıq. Hörmətli qonaqlarımız Mehriban xanım və Mirəzzim həkim, gözəl qadın, güclü qadın, ağıllı qadın. Mirəzzim həkim çox gözəl bir fikir söylədi. Dünyanı gəzdim, Azərbaycan qadını qədər gözəl qadın görmədim. Və illər öncə Mirəzzim həkim mənə müsahibə verərkən belə bir fikir söylədi. Dedi ki, mən Azərbaycan qadınına bənzədirəm və Azərbaycan qadını kimi gözəl görmək istəyirəm. Təsəvvür eləyin, bax indi o fikrin fəlsəfəsinə baxın. Yəni Azərbaycan da gözəldir, qadın da gözəldir. Onların ikisinin bir yerdə olması, bir yerdə vəhdət təşkil eləməsi bu möhtəşəmdir. Azərbaycan qadını qədər mən də o fikri təsdiqləyirəm. Bir çox ölkələrdə olduq, Mehriban xanım. Bəli. Azərbaycan qadını seçilir də, çox seçilir. İnsanlığı ilə, mədəniyyəti ilə, incəliyi ilə, analığı ilə, övladlığı ilə, həyat yoldaşlığı ilə hər tərəfli seçilir. Yəqin ki, razılaşarsınız. Bəli. Buyurun, siz münasibət bildirin. Niyə? Həqiqətən də Könül xanım elədir. Yəni ki, dünyanı gəzirsən və bizim xanımlarda olan o aura, düşüncə dediyiniz kimi tam fərqlidir. Amma başqa yerlərə gedəndə tam fərqli görürsən, amma yenə deyirsən ki, yenə özümüz ki. Düzdür, bax o sözü çox işlədirik. O sözü, o fikri çox işlədirik. Buyurun. Bilirsiniz necədir? Biz alışmışıq. Köhnə dövrlərdən indiyənə kimi, məsələn, hər zaman öz evladımıza gəlir həddi buluğa çatır, gəlir bir 50-60 yaşına çatır, yenə də bizim valideynlər, tək burada mən ananı demirəm, atalar, analar övladlarına yenə də öz körpə balası kimi baxırlar. Bax, bu bizim mentalitetdədir. Yəni, bunlar da hamısı ailə dəyərlərinə hörmətdən irəli gəlir, qayğıdan irəli gəlir. Hər zaman sanki balamdır, evladımdır, ailəni qorumaq üçün. Bax, bunlar hamısı bir-birini tamamlayır. Bu nöqteyi nəzərdən həkimimiz də deyir ki, qadınlarımız, insan nə görürsə, onu da götürür. Çox zaman başqa, mən indi digər millətlərdən pisləmək və yaxud pisləmirik, fərqliliyimiz sadəcə budur, olduğunu deyirik biz. Çünki biz Azərbaycanlıyıq. Biz Azərbaycanlıyıq, bəli. Azərbaycan qadını və ailə. Ailədə qadının rolu nədən ibarətdir? Ola bilər qadın, misal üçün siz özünüz siyasi ictimai xadimsiniz, yəni ictimaiyyətdə tanınan bir insansınız, bir müddət siz siyasətlə də məşğul oldunuz, təşkilat rəhbərisiniz, tədbirlər keçirirsiniz. Qadın və belə deyək məmur, eyni zamanda da ailə. Qadın təşkilat rəhbəri, ictimai xadim, eyni zamanda ailə. Gəlin bu barədə danışaq. Qadın nə etməlidir ki, ailə ilə işi birləşdirib və ailəni də qorusun, eyni zamanda işini də qorusun. Deyək ki, mən tək burada kişi olaraq da üzr istəyirəm. O sualı mən sizin ikizə verim. Buyurun. Birinci Könül xanıma sual verirəm. Aha. İşləyən və yaxud da işləməyən dəxli yoxdur. Aha. Yəni ki, mən xahiş edirəm, bunu izah edin. Qadın nə istəyir? Bir. Aha. İkincisi də qadın evdə hansı vəzifədə olmalıdır? Qadın evdə, çöldə mən Könül xanımam.
Amma o qapıdan içəri keçdimsə, mən artıq anayam, mən artıq həyat yoldaşıyam. Yəni artıq ailədə olan bir insanam. Mənim üçün önəmli birinci ailəmdir, ikinci mənim işimdir. İllər öncə mənim müəllimim Azərbaycan Respublikasının xalq artisti Roza Tağıyeva mənə belə bir fikir söyləmişdi. İş gözəldir, hər birimiz öz peşəmizi sevirik, amma heç bir peşə sonda adama sağ ol deməyəcək. Nə vaxt seçim qarşısında qalsan, mütləq ailəvə üstünlük ver. Şükür Allaha da mən hər zaman ailəmə üstünlük verirəm. Mənim üçün ailə birincidir, amma elə edirəm ki, nə həyat yoldaşım, nə uşaqlarım, nə də ki işdə belə deyim, problem yaranmasın. Onlara verdiyim sevgini də azaltmıram. Əksinə çoxaldıram, iş sevgisi də öz yerində. Nə Vəssalam. gözəl. Mükəmməl. İkinci suala sonra cavab verərsiniz. Buyurun Mehriban xanım. Mən az öncə vurğuladım axı, eyni anda bizim ana dediyimiz qadınlarımız həm ailəsini, həm işini, həm həyatını eyni anda görə bilir. Bu böyük bir məsuliyyətdir. Tam doğru. Əgər o qadın evində o işlərin öhdəsindən gəlmirsə, həkim, mən bilirəm həkim nə demək istəyir. O qadın ailəsində əgər öz evladına tərbiyə verə bilmirsə, o cəmiyyətə heç bir vəclə yararlı ola bilməz. Alqışlayıram sizi. Bax, bu fikri alqışlayıram. Mükəmməl. Əgər bir ana bir evlad yetişdirirsə, o cəmiyyəti artıq yetişdirmiş olur. Bax, bu da önəmli olan. Əgər biz buna zaman ayırırıqsa, həm dövlət işində işləyirik, həm ailəmizdə buna qadın, ana dediyimiz qadın vaxtını elə qoyur ki, yəni bugün mən hər zaman deyirəm, həkim, əgər mən bu cəmiyyət üçün evlad yetişdirirəm, mən özüm üçün yetişdirmirəm. Bəli, ideal ana bax budur. Əgər Bəli, mənim ideal evladım... Çünki övladı sən özü üçün yetişdirmirsən, cəmiyyət üçün Artıq yetişdirirsən. onlar müəyyən həddi bulağa yeniyetmə yaşlarından belə mən onları hər biri ilə qızımla ayrı, oğlumla çox üzr istəyirəm. Ayrılıqda söhbət eləyən vaxtlarım olurdu ki, əgər siz cəmiyyətdə İlk növbədə dostlarınız, sinif yoldaşlarınız, körpə vaxtlarından mən aşılamışam. Əgər bir inciklik olarsa, əgər onlarla yola gedə bilmərsiniz, gəlib yeniyetmə yaşlarına çatanda, həddi buluğa çatanda, əgər siz bu cəmiyyətə lazım deyirsinizsə, inanın ki, mən elə bir insanam, mənim fərqliliyim də ondadır, mən sizdən üz döndərərəm. Əgər bugün yetişdirdiyimiz evlad o bəhrəni görmürüksə, demək, bizim əziyyətimiz boşa gedib. Boşa gedib. Ən böyük ananın, mən məsələn, heç bir yerdə işləmərəm. Əgər mən bilsəm ki, evladım çətindir onu tərbiyələndirmək, mən bütün gücümü səfərbər eləyib evladımla, ailəmlə məşğul olaram. Çünki gələcəkdə daha onun bəhrəsini görə bilərəm. Nəinki mən gedim bugün hansısa bir işdə çalışım. Bəzən elə də olur ki, gənc qızlarımız, yeni ailə qurmuş qızlarımız, məsələn, baxırsan ki, körpə uşağını, həkim, kiməsə ümiddə eləyirlər, dayəyə, amma gedirlər, deyirlər ki, karyera qururam. Amma, məsələn, elə bir sahədə çalışırlar ki, o karyera, mən o sahələri pisləmirəm. Sadəcə olaraq, həmən ana öz evladına zaman xərcləsəydi, amma gələcəkdə onun ən böyük uğuru da olardı. Bəli, ideal. İndi Könül xanım, qadın nə istəyir? Mənə elə gəlir ki, bu proqramın aparıcısı mənəm. Çox xahiş edirəm. Qadın bilirsiniz nə istəyir? Nə istəyir qadın? Qadın sevgi istəyir, qadın rahat yaşamaq istəyir, qadın diqqət istəyir, qadın hər zaman istəyir həyat yoldaşı onun yanında olsun, övladları yanında olsun, onları xoşbəxt görsün. Qadın o qədər şey istəyir. Qadın istəyir ki, onun evində hər zaman işıq yansın. Könül xanım. Onun ailəsində o masa ki var, süfrə ki var, həmişə açıq olsun. Könül xanım, çox qəşəng, çox gözəl bir cavablar verirsiniz. Aha. Və bunların hamısı olmaq üçün qadın nə etməlidir? Bəlkə Mehriban xanım cavablanır. Yox, sizdən qutarıb sonra Mehriban xanım. mən proqramın aparıcısıyam. Qadın nə etməməlidir? Axı biz proqramımızın əvvəlində dedik,
ağıllı və güclü qadın. Qadın ağıllı olmalıdır, güclü olmalıdır və düşünərək də addımlar atmalıdır ki, Ağıllılıq birinci hardan başlayır? bu birinci insanın gərək necə deyim, gərək Təfəkkür. içindən Demək ola, ki, dünya görüşü Ailədən ola. başlamalıdır və cəmiyyətə yansımalıdır, düzdür? Bəli, dünya görüşü geniş Bəli. olmalıdır. Bəli. Hər bir qadın üçün ailə önəmlidir. Siz kişilər çöldə olursunuz, qadın isə evdə olur. Bəli. Ona görə onun üçün ən önəmli, ən birinci o ailədir. Qoy onun övladı, qoy onun həyat yoldaşı o evə gəlsin. O onu istəyir. Ona görə də onun mən nə arzuladım? Deyirəm ki, bizim qadınlar o süfrəni hər zaman açıq istəyir ki, qoy onun ailəsi, uşaqları bir süfrə ətrafında otursunlar. Bax budur. Çox sağ olun. Ona görə də ağıllı olmaq lazımdır. Çox sağ olun, minnətdaram. Mehriban xanım, sizə bir sual. Qoy o sualları o da cavablandırsın. Xanımlar üçün, yox gələcəyini. Xanımlar üçün ideal kişi deyilənlər nə başa düşürsünüz? İdeal kişi var ki. Xahiş edirəm. Xahiş edirəm. Mən sizə izah eləyəcəm ideal kişi Mən necə öz olur. düşüncəmdə Mübariz nə müəllim varsa- etirazını bildirir. Bəli. Bilirsiniz ki, mən elə də kompleks yaşayan insan deyirəm. Əgər hər zaman da səmimi olmuşam, bir kiçik hekayə ilə olar mən buna. Buyurun, buyurun. Demək, Könül xanım bir tacir olur. Müəyyən səfərə gedir ki, alver eləsin. Qonşusu ona deyir ki, mənim də dəvəmi götür. Mənə də o alış-verişdən mal al gətir. Tacir qonşunun da dəvəsini götürür, öz dəvəsini də. Gedir ilk növbədə məkana yetişdiyi zaman qonşunun dəvəsinə yemək verir, sonra öz dəvəsinə. İlk olaraq yükü öz dəvəsinin çiyninə qoyur, sonra qonşunun. Müəyyən məkana çatanda birinci qonşunun dəvəsindən yükü boşaldır, sonra öz dəvəsindən. Səfər başa çatır. Geri dönəndə qonşunun dəvəsi çox zəifləyir. Qonşu görüb çox kədərlənir və tacirə deyir ki, sən çox incitmisən mənim dəvəmi, çox işlətmisən, ac saxlamısan. Tacir andaman eləyir, amma qonşu bildirir ki, inanmır buna. Nəhayət, bu indi hekayədir, məcazi mənadır, amma burada dərin məna var. Qonşunun dəvəsi dilə gəlib deyir ki, tacir düz deyir. Yəni, hər dəfə o mənə yeməyi birinci verəndə öz dəvəsinə sığal çəkərək deyirdi ki, eybi yoxdur. Birinci yükü onun çiyninə qoyanda hər dəfə deyirdi ki, yəni təsəlli verirdi. Bax, deyir, o əlin mənim kürəyimin üstündə olmamasıdır məni bu vəziyyətə gətirən. O niskilin, o təsəllinin olmamasıdır. Şəxsən bayaq Könül xanıma sual verdiniz, doktor. Mən çox istəyərdim ki, Könül xanım da cavabında bildirdi. O diqqət, o təsəlli, ona böyük ehtiyacım var. Tam səmimiyəm. Yəni, bəzən insan, mən demirəm ki, tək başına qərarlar verirəm ailədə də. Sadəcə olaraq dinlənməyi, müəyyən məsələlərdə o təsəlliyə, o əlin kürəyimin üstündə olmasını çox istəyirəm. Bəzən biz sizinlə gözləyirik. Necəsən əzizim? Bax, bu sözü Bəli, gözləyirik. bəli, diqqət. Bu sözü gözləyirik. Və yaxud bir, belə deyək, qızılgülün o təqdim olunması. Bax, bunu gözləyirik ki, demək, mənə qarşı olan diqqətdir. Bundan gözəl nə ola bilər? Bəzən indi həkimə, digər ailə başçılarına, yəni həyat yoldaşlarına bu çox görsənə bilər. Amma inanın ki, mənə o hədiyyədən çox o sözə biz qadınların çox zaman ehtiyacımız olur. Hətta bir məsələyə toxunaq son zamanlarda deyəndə artıq son illər bu bir dəb alın alıb ki, xanımlar 51 dənə, 101 dənə qızıl gülləri paylaşırlar ki, güya həyat yoldaşları, sevdikləri insan bu güllər. İnanın mənə ki, o qadın bir qızıl gülə həsrətdir. Bəzən, həkim, çox üzr istəyirəm, bəzən o qadınlar özlərinə gül alıb. Bu belədir. Bu belədir. Və yaxud çox üzr istəyirəm, doktor. Bəzən də olur ki, bir doğum partisinə gedəndə rəfiqəsinə gələn güllərlə şəkil çəkdirir, paylaşır. Yəni, bu hamısı görüntüdür. Çox üzr istəyirəm. Gəlin fikir verək, sosial şəbəkələrdə məyər belə
dərdi olan, problemi olan xanımlarımız yoxdur. Amma Çox. bu gün hər kəs xoşbəxt görünməyə çalışır. Çalışır, və bəli. çalışır və bunu sosial şəbəkələrdə də çox nadir hallarda kimsə görər ki, hansısa qadın bədbindir, gizlədirlər və hər kəs özünü xoşbəxt göstərir. Buyurun da həkim. Və üzr istəyirəm, bir daha da təkrar edeyim, bir cümlə. Onu deyim, bir dəqiqə üzr istəyirəm, bir cümlə. O qadınlar ki, 101, 51 gülünlə şəkil çəkdirirlər, vallahi billahi, onlar bir gülə həsrətdilər. Bax, onu qoy eşitsin. Mənim də şəkillərim var. Mənim də Xahiş şəkillərim edirəm. var. Gül məsələsində- Amma ki, mənə doğrudan Mehriban təqdim xanım, olunub. Mehriban Hə, o işdə bu biz... Bax, mən hər zaman xanımlara deyirəm. Yəni xoşbəxt olma, görünməyə çalışma. Sən xoşbəxt ol, xoşbəxt ola bilərsən. Xoşbəxtlik üçün çalışmırlar. Xoşbəxt görünmək üçün çalışırlar xanımlarımız. İkincisi də mən hər zaman deyirəm ki, bizim xanımlar zaten özü solmayan bir güldür. Yəni ki, o gülün yanında bu deyək ki, süni gülü gətirib neçə gün qalır orada? 2 gündən sonra boynunu əyir. Düzdür, yoxsa yox? Quruyur, tökülür. Elədir. Yəni ki, güllə xanımı bərabər tutmaq və yaxud da bu gülü aldım xanıma, xoş gələr deyə bilir. Zaten xanımın özü güldür. Xanımın özü güldür. Çünki Bilirsiniz, o bizi... solmayan güldür. Amma bu günləri biz o güllər deyəndə götürüb, əlbəttə mən də onun tərəfdarı deyirəm, o gülləri qoydular, bu gülləri qoydular, birisi nə fərqli bir şeylə qoydu. Bu doğru bir şey deyil. Çünki hər kəsdə, hər kəsin əli çatmayan və yaxud da hər kəsin istədiyi və istədiyini əldə eləyə bilmədiyi anlar var. Və onları o şəkildə ən azından bir dəfə onu görəndə İstərsəməz beynində, içində keşkə məncə də olsaydı. Mirəzim həkim, biz bilirsiniz hansı məqama toxunduq? Yəni mən özümdən götürürəm. O bəzi xanımların yalancı reklamlarına. Təbii Mehriban xanıma da çiçək verirlər, mənə də çiçək verirlər. Siz özünüz dəfələrlə bizə çiçək verirsiniz. Sağ olun, o diqqətdir. Mən çiçək gətirməyin heç tərəfdarı deyiləm. Deyirəm, gül sənsən. Amma həqiqətən. Yəni ki, bu 2 gündən sonra solur. Bu Mirəzim həkim. Amma var elə xanımlar ki, hə, bu artıq o reklamın nəyə ehtiyacı var? Yəni o ehtiyac yoxdur. Bir də ki, həkim, belə bir mövzu istərdim toxunaq. Bu estetik əməliyyatlar indi əvvəl var idi, indi artıq həddindən artıq çoxalıb. Qadın əməliyyat elətdirir, istəyir üzündə, istəyir bədənində. Qadın dəyişirmi? Qətiyyən. Dəyişmir. Xarici dəyişə bilər. Səhv olur, amma daxil dəyişmir. Daxil eyni ilə qalır. Yəni mən nə hər olur zaman olsun? deyirəm ki, gəlin sizi daxildən təmizləyək. O daxili psixoloji cəhətdən gözəl. Psixoloqsuz eyni zamanda. Daxildən təmizləyək. Gözəl. Və zaten sənin o üzündə gördüyün hər hansı bir defekti sən görməyəcəksən. Qüsurunu. O qüsur da deyil, onu görməyəcəksən. Səndə heç bir qüsuru yoxdur. Zaten Allah Taala səni yaradıb. Səndə heç bir şey qüsuru yoxdur. Birinci, daxilimizi təmizləməliyik ki, o daxildən təmizləndən sonra zaten o gözəlliyi üzə vurur. Bu insanın daxili təmizdir. Xaricdən nə etsən də bu insana xeyri yoxdur. Çünki daxil o deyir, kəsiyi doğru da kəsməsən, fərqli də kəssən, bunun daxili gözəlliyi zaten o kəsiyi itirəcək. Buyur Mehriban xanım. Amma əgər həkim, bax indi gənc qızlarımız da var da, əgər doğrudan da ehtiyac duyulursa, əgər o xırda toxunuşdan məmnun qalacaqsa, o özünü xoşbəxt hiss eləyəcəksə, inanıram ki, həkimimiz o xoşbəxtliyi həmin o gənclərimizə, bəli, bir də var ki, yəni fərqliliyi gözləmək şərti ilə bir-birlərinə bənzəməsinlər. Aynaya baxanda ən azından özünü görə bilsin. Yəni özlərini bəzən elə vəziyyətə, o da düşüncə tərzidir. Əlbəttə biz hər bir insanın seçiminə hörmətlə yanaşırıq. Mən Mirəzim həkimiyə təşəkkür edirəm. Nəyə görə? Bax, biz indi əməliyyatlardan danışdıq. Nəyə görə təşəkkür edirəm? Mənim yaxın rəfiqəmin bu insan beyninə, belə deyim də, hopdurub ki, bunda buxaq var.
Gəlir həkimin yanına ki, həkim, məndə buxaq var. Bu deyir, ay xanım, sizdə buxaq yoxdur. Deyir, yox, burada... Səndə çənə qısadır. Buxaq eləməli deyir, burada buxaq yoxdur. Təsəvvür edin ki, həkimdən yapışıb ki, mən sizə nə qədər lazımdır ödəniş eləyirəm, amma siz mənim bu buxağımı götürün. Axır, həkim eyni zamanda psixoloqdur. Oturub təkbətək, düz saat yarım bu insanla danışandan sonra... Çənə ilə buxağı ayırd eləmək... Yox, ümumiyyətlə balaca bir... Hayır, deyək ki, bu çənə qısa olduğu üçün bunda nə proses aparsan, onun zaten effekti olmayacaq. İndi həkimdə nəyə çox diqqət elədim? Siz təsəvvür edin ki, o xanım dedi ki, mən 2 qat ödəniş eləyirəm, amma bunu məndən götürün də, mən istəmirəm. Həmin an həkim kimi hərəkət elədi. Dedi, sən ödənişin mənə lazım deyil. Sən gül kimi gözəl xanımsan. Bu nəyə lazım? Bu Bax, sən görürsünüz, yoxdur. az öncə bəlkə dedim, də başqası... Böyük həkimlər belə hərəkət eləyər. Bəlkə başqa bir insan deyərdi, hə, Eşq gətir, olsun. ödəniş elə, belə elə. Mirəzim həkimdə ən çox onun xarakterində qiymətləndirdiyim, dəyər verdiyim xüsusiyyət odur ki, o həkim kimi, yəni maddiyyat yox, həkim kimi düşünür, həkim kimi qərar verir, axırda da ki, nəticədə gözü önündə olur. Buna görə, bax, indi o qızla danışdıqdan sonra, indi artıq Ruhiyyə xanım deyir ki, hə, aydındır, məndə heç nə yoxdur, mən belə fikirləşmişəm. Çünki həkim nəticə etibarı ilə sonda o kimin əl işidir deyə soruşanlar olanda burada özünü də sığortalayır. Həm də bu onun əl işi olacaq. Həkim artıq bunu görür, nəyinsə xatirinə eləmir. Çünki ehtiyacı da yoxdur. Amma nə qədər ehtiyacı olmasa da bunu edən çox təəssüflər olsun ki, cərrahlarımız var. Var, çox Nəinki təəssüflər. estetik cərrahlar, digər sahələrdə də. Bəli, bugün biz güclü qadından danışırıq, ağıllı qadından danışırıq, gözəl qadından danışırıq və həkim də qeyd elədi ki, elə qadınlar var ki, ehtiyac yoxdur, amma əməliyyat istəyirlər, gəlirlər əməliyyata, ehtiyac olanda, yəni biz biləndə ki, buna əməliyyat lazımdır, biz əməliyyat eləyirik. Və sonda belə bir nəticəyə gəlirik. Qadın kim üçün bəzənir? Qadın kim üçün gözəl olur? Deyərəm. Qadın Bəli. üçün. Qadın üçün Bəli, bəzənir. qadın Heç bir qadın kişi üçün bəzənmir. Deməzdim, ay Yox, həkim. deməzdim, yox. Qadın Mən ilk sizə növbədə, bunu- əgər ağıllı qadındırsa, ilk növbədə özü üçün. Bu özü məmnun. Çox vaxt elə olur da. Həkim, insan özündən də məmnun Mehriban qalmalıdır. Bəli, və yaxud elə o rəfiqələrdir, qadınlardır. İndi belədir ki, bax mən də çox istəyərdim ki, bir 15 kilo, 20 kilo yəni çəki atım. Amma ki görürsüz çətindir. Yəni Yox, 15 kilo, 20 kilo siz gözəllik üçün atmırsınız. Öz sağlığı üçün atırsınız. həm sağlıq üçün, O həm sağlığı üçün atırsınız. Niyə doktor? Həm də Bizdə- gözəllik üçün ki, hər hansı bir libası geyinəndə gözəl görsənsin. Yəni Yəni deyirəm, bu günləri xanımların yenə bəzəndiyi birinci xanımlar üçündür. Yəni Bəli. ki, çox az insanlar var ki, deyək ki, bu günləri yoldaşı evə getsin, deyək ki, kişi evə getsin və xanımlı bəzəkli onun qarşısına çıxsın. Niyə? Elə düşünməyin. Az insanlar. Az insanlar. Az insanlar da mən tamamilə demədim. Az insanlar. amma həyat yoldaşı da gərək qayğısına qalsın, diqqət göstərsin ki, o xanımı da hər zaman bərli bəzəkli çıxsın. Hər bir xanım əgərləri yoldaşını səhər işə yola salırsa və yaxud da bir yerdə işə gedirsə, onlar mütləqa bir-birlərinə sarılmalıdırlar. Onlara müsbət o enerjilərini bir-birinə ötürməlidirlər və işlərində də uğurluğa alınsın. Ümumiyyətlə ailədə də. Bəli. Yeri gəlmişkən Bu gənclərimizə gözəl mesajdır. Mesajdır, Mən bəli. sizə bir söz deyim, ümumiyyətlə o günlərdə bir məlumat oxudum qadınlar haqqında. Orada qeyd olmuşdu, qadın enerji ötürücüsüdür. Enerji ötürür. Qadının enerjisi güclü olmalıdır ki, qarşısında olan onun həyat yoldaşı, ailəsi o enerjidən qidalansın birinci növbədə. Bəli. Üzr istəyirəm. Hər bir qadın o enerjini əgərləri yoldaşını ötürmüşsə, onun demək olar ki, maddiyyəti kəsilir. Çox çətinliklə, yəni ki, o maddiyyəti, bəli, hətta maddiyyəti kəsilir. Qadın o enerjini ötürmüşsə.
Qadın demək birinci həyat yoldaşına o enerjini ötürməlidir. Əgər bu ailəsə birinci ona ötürməlidir ki, o da ona qayıtmalıdır. Siyavuş Kərimi, Siyavuş Aslan, üzr istəyirəm, Siyavuş Aslan belə bir müsahibə vermişdi. O günlərdə sosial şəbəkədə izlədim. Deyir ki, deyinən qadın da gözəldir. Ailədə həyat yoldaşın deyinir, eyb yoxdur, o da gözəldir. Ailənizin dəyərini bilir. Deyinən qadınlar haqqında nə deyərdiniz? Mən sizə bir epizod yadıma düşdü. Demək, çox uzun illər öncə incimişdim. Birdən gözümdən elə yaşlar axdı, həyat yoldaşımdan incimişdim və ağladım. Siz təsəvvür edin, o ağlayan məqamda mənə deyir ki, Mehriban, sən ağlayanda da gözəl olursan. Adicə bir söz görün insana nə qədər ruh verir. Bax, indi deyinəndə də deyirsiniz ki, qadın deyinəndə. Deyinən qadın da gözəldir. Hə? Qadınlar hər mənada gözəldir. Siz ümumiyyətlə gözəlsiniz. Sizin xanımınız deyinirmi? Yəni ki, siz hamınız gözəlsiniz. Yenə deyirəm. Amma xahiş edirəm, nə istədiyinizi düşünün və nə istəyirsiniz? Xanımlar nə istəyirsiniz? Biz rahat yaşamaq istəyirik. Rahat yaşamaq. Biz gözəl yaşamaq istəyirik. Doktor, axı bilmirəm siz hansı qadınlara bunu şamil eləyib tez-tez vurğuluyursunuz ki, qadınlar ümumiyyətlə nə istəyir? Bilirsiniz nəyə şamil edir? Çünki bu insanın yanına müraciət edənlərin 90% qadındır və hamı da gəlir istəyir. Mən istəyirəm belə üzüm olsun, mən istəyirəm qaşım belə olsun, mən istəyirəm bədənim belə olsun, mən istəyirəm qollarım belə olsun. O qədər istəyirlər, ona görə deyir, mən bilmirəm onlar nə istəyirlər. Başa düşdünüz? Bu 2-2-dir. Bu adama müraciət edənlər nə isə istəyir. Fərqli də cavablar alacaq. Məsəl üçün, mən rahatçılıq istəyirəm. Mən sevgi istəyirəm, diqqət istəyirəm. Yəni sən o rahatçılıq və sevgi şəraitini yarada bilirsənmi? Əlbəttə. Onda yaradırsan da qarşılığını görəcəksən. Həkim, bəzən insan çalışır, gecə-gündüz çalışır. Mən tək öz payıma demirəm, amma yəni bu ayrılmalar, bunlar hamısı nədən irəli gəlir? 10 nəfər evlənirsə, demək 9-u boşanar. İndi yenə də səbəb, siz xanımlara sual verirəm, niyə? Qadındadır günah? Bəlkə də o diqqətin azlığındandır, həkim. Xeyr, çünki yenə deyirəm. Yəni qadın onda... Həkim niyə ayrılırlar sizcə? Kimdir günahkar? Qadın? Valideynlər. Qız valideynləri. Müdaxilələr. Bu bir mənalı olaraq cavab deyir. Həkim, mən bununla heç razı deyirəm. Bilirəm, amma genişləndirməyə də ehtiyac yoxdur. Müəyyən səbəblər olur. O heç kimin köynəyinin içindədir və nələr baş verdiyindən də xəbərdar. Ani sevgidən evləndikləri üçün boşanırlar. Ani hisslərə görə evlənirlər bu günləri. Çox təəssüf. Ani hisslərə görə evləndikləri üçün və bu fəsadlar baş verir. Həkim, qadınla kişi arasında alimlər belə söylür ki, ehtirasın dövrü 3 ilə yaxındır. 3 ildən sonra artıq onlar bir evdə yaşaya-yaşaya dost olurlar. Əgər dostdularsa, mehribanlarsa onun ömrü uzun olur. Sən ilk ailə ilə ilk dost olmasan, zaten o ailəliyi mümkün deyil. İndi nəyə görə bu sualı verirəm? Kişi ilə qadın mütləq dost olmalıdır. Ailə içində onlar ən birinci dost olmalıdır. Dost olmalıdırlar, aydındır. Yəni bu onların hamısı bir yerdə olmalıdır, aydındır. Amma o etiraz dayandıqdan sonra o dostluq artıq davam eləməlidir. Bəs ailələr ki dağılır, bu deyirsiniz ki, müxtəlif səbəblərdən dağılır da, müdaxilələr. Mən o müdaxilələrə də razıyam, çünki dəfələrlə olub, görmüşük də, eşitmişik də. Misal üçün, ananın müdaxiləsi xüsusilə, dəqiqəbaşı zəngilər, dəqiqəbaşı maraqlanmalar lazım deyil. Artıq bu qız bu evdən çıxıb, bu digər bir ailəyə gedib. O günlərdə bizim efirimizdə danışdıq. 2 insan evlənirsə, bu artıq başqa bir ailədir. Əlbəttə. Artıq bu qızın atasının ailəsi deyil, oğlanın da atasının ailəsi deyil. Artıq onlar öz ailələrini qurublar və o ailənin də öz qanunları var. Nə istəyirlər? Bu gənclərdən nə istəyirlər? Biraz da sevinsin o valideyn ki, artıq yetişdirdiyi evlad
oğlandır, qızdır, fərq eləmir. Ailəsi var. Artıq Biri ata ailəsi olmağa var. çalışır, biri ana Bir olmağa an çalışır, olmağa bəli. çalışır. Sən də öz həyatını yaşa və əksinə hər bir işdə onlara dayaq olarsa, onların hər hansı bir ehtiyaclarına müəyyən qədər köməklik eləsin. Yəni axı nə üçün pis mənada müdaxilələr olmalıdır? Bu həkim heç cür mən bunu yəni qəbul eləyə bilmirəm. Əksinə düşünürəm, artıq valideyn xoşbəxt olmalıdır, rahat olmalıdır. Yəni sanki yük deməzdim buna. Evlad heç bir zaman valideynə yükdür. Amma bu Amma valideynlərə arxayın olmalı sanki artıq mənim Bəli. övladım O müəyyən yaşa valideynlərə- çatıb və onun artıq ailəsi var. Həmin o valideynlərə bax, üzümü tutub deyirəm ki, özünüzdə bir rahatçılıq tapın. Sevinin ki, evladlarınız artıq evləndilər. Tam rahat özlərini hiss eləsinlər. Amma o müdaxilələr həm valideyni üzür, həm gəncləri üzür. O məndə olmadığına görə ümumiyyətlə nə qədər danışılırsa bu barədə, yenə mən bunu qəbul eləyə bilmirəm. Allah heç bir qadını tək eləməsin, elə kişini də tək eləməsin. Təklikdən pis şey yoxdur. Əgər o qadın, o kişi, yəni söhbət indi cütlüklərdən gedir. Onlar bir araya gəlib ailə qururlarsa, qadının biraz ümumiyyətlə ailənin qorunub qalmasında səbir, Bəli. səbir birinci növbədə səbir və biri-birinə olan hörmət. Hörmət. O qoruyur, ailəni saxlayır. Qadınlarımız biraz çalışın dilinizi biraz qısa eləyin. Yəni ailədə rəhbər kişidir. Onun dediyi söz, yəni biz belə gördük. Onun dediyi söz öndə olur. Əgər istəyirsənsə sənin sözün öndə olsun, ona elə yanaş ki, o öz dediyin eləyə eyni zamanda sənin istəyi də həyata keçirsin. Biraz kənardan çox bilmiş kimi göründüm mən. Yox, ailədə ümumiyyətlə mən bunu elədim. Bu həm qadına, həm kişiyə aiddir. Və yaxud qarşı tərəf desin ki, mən elədim. Ailədə sonda bu mən-mənlər gətirib nəyə çıxardır? Ailə uduzur burada. Ona görə də həm kişinin vəzifə borcları var, həm qadının. Yəni burada kişilər ailəni qorumaqda, müəyyən məsuliyyəti öz üzərinə götürməkdə, müəyyən risklərə hazır olmaqda bu kişi xüsusiyyətləridir. Qadın da öz öhdəsinə düşən o şəfqətini, o bilmirəm, səbirli olmasını, müəyyən məqamlarda o qadının da böyük rolu var. Əgər burada bölünəndə ki, hər ikisi qarşılıqlı münasibət yarananda o zaman ailə yəni qalib gəlir. Bir də ki, qalib gəlir deyəndə burada rəqabət də yoxdur ki, qadın kişiyə qalib gəlir. İlk növbədə insan öz-özünə qalib gəlməlidir. Könül xanım, özünə insan qalib gəldikdən sonra Daha güclü artıq olur. Daha güclü olur və o düşünmür ki, əksinə qarşı tərəfə hörmətinə yanaşır. Bir çox güzəştlərə gedir. Ailə nədir? Ailədə çox güzəştlər olmalıdır. Əgər Mütləq. bugün mən bunu dedimsə, bu mütləq şəkildə olmalıdır. O zaman ailə dəyərləri yəni Yoxdur. Düzdür. Çox təəssüflər olsun. Həkim də dedi ki, indi qurulan ailələrin faiz etibarilə çoxu ayrılır. Bu da ailədə bir-birinə qulaq asmamaq, bir-birinə güzəş getməmək, Güvənməmək. bir-birinə güvənməmək, səbrin olmaması və onun nəticəsidir ki, bax ailələrimiz dağılır. Çox təəssüflər olsun. Amma bizim belə deyək, valideynlərimizə baxdıqda, bizdən yaşca böyüklərə baxdıqda nə görürük? Ailələr necə mehribandırlar. İndi həyat da elə olur ki, ayrılırsan, amma gəlin elə ayrılaq ki, sivil formada ayrılaq. Uşaqlarımız əziyyət çəkməsin. Elə ayrılaq ki, uşaqlar bundan uşaqlar Əziyyət hiss eləməsin də. Düzdür, ola bilər ayrı evlərdə yaşayarsınız, amma uşaqlarınız əziyyət çəkməsin. Burada ancaq birinci növbədə əziyyət çəkən uşaqlar olur. Uşaq da əziyyət çəkirsə artıq biraz öncə söylədiniz, mən cəmiyyətə hansı uşağı verirəm? Hörmətli analar. Hansı uşağı verirəm? Əgər hər dəfə mən desəm ki, sənin atan pisdir, onda bu o deməkdir ki, mən qışqırmaqla güclü olmuram. Mən qışqırmaqla öz belə deyim, zəifliyimi, qoy bu sözü də deyim, mədəniyyətsizliyimi də göstərirəm. Ayrılmaq mədəniyyəti də var. Ümumiyyətlə ayrılan gənclər burada travmanı evlad, uşaq görür. Bəzən olur ki, iki ailə
ana tərəf, ata tərəf o qarşı tərəfi pisləyir və bunu evlad eşidir. Əlbəttə. Bəzən evladın üzünə deyirlər. Ona görə də o uşaq travma ilə böyüyür. Mənim isə həmin Zədəli olur. Həmin o gənclərə üst tuturam ki, hansı ki ailə qruplar alınmayıb, amma evladını nə ataya qarşı, nə də anaya qarşı qoymasınlar. Müəyyən evlad yaşa gəldikdən sonra yəni artıq hər şey bəlli olacaq, özü nəticə çıxardar. Amma evladı heç bir zaman nə atasının pis olmağı ilə, nə də anasının pis olmağı ilə o böyüyəndə uşaq travma ilə böyüyür. Aydındır. Həkim, belə bir fikir var. Deyirlər ki, qadın var ev yığır, qadın var ev yıxır. Niyə güldünüz? Əslində o sualları mən sizə verməliyim ki, Yox, bu siz qadın olaraq cavab Könül verirsiniz. xanım bugün sizin yeriniz dəyişik həqiqətən. Yox, qoy cavablandırsın. Niyə bəzi qadınlar ev yığırlar, bəzi qadınlar ev yıxırlar? Yenə deyirəm, ağıllı qadınlar ev yığır. Və o bizim bir Düşüncədən bir balaca, hə. Söhbət kiminsə ailəsini belə deyim dağıtmaqdan getmir ha. Bu adam birinci Bilirəm. öz ailəsini dağıdır. Bəli, bəli. Öz evini yıxır. Bəli. Öz ailəsini dağıdır. Deyim ki, gedib kiminsə ailəsinə söhbət ondan getmir. Qadın var evi yığır bir araya. Qadın var evi dağıdır. Çünki Könül xanım, qadın hər şeyə dəyər verməlidir. Qədrini bilməlidir. Bəzən o qadın, yəni o ailədə deyirsiniz ev yıxır. O ona olunan o dəyərlərə bir balaca nəzər salsa, bir balaca diqqət göstərsə, yəni qane olmurlar. Daha çox məsələn baxırlar o qonşuda var, bunda var. Mən də istəyirəm, məndə niyə olmasın? Və hesab eləyirlər ki, mən evimi yıxmaqla, mən ayrılmaqla nələrəsə nail olaram. Nəyə nail olacaqsınız denən? Amma inanın ki, o səbr eləmək, bir balaca dözümlülük bəlkə də inanılmaz dərəcədə həmin o gəncləri elə bir səviyyəyə gətirib çıxarda bilər ki, əksinə çalışsınlar, öz üzərində çalışsınlar. Şəxsən mən heç vaxt istəmirəm ki, kimsə incisin. İncitmirəm insanları. Kiminsə qəlbinə bilərəkdən dəymirəm. Amma hər zaman doktor haqqın, ədalətin tərəfindəyəm. Yəni kimliyindən asılı olmayaraq bir nöqsanı olarsa birbaşa üzünə deyərəm. Yəni mən ümumiyyətlə insanlarla bax bu cür söhbət eləyirəm. Yoxdursa mən heç bir zaman onun barəsində danışmaram. Bax bu nöqteyi nəzərdən insan özü bu həyatda bir balaca əziyyət çəkirsə və ona dözürsə və yaxud həmin onun sonradan bəhrələrini görürsə, o qəlbi inciyən insan heç vaxt istəməz ki, qarşı tərəf incisin və yaxud əziyyət çəksin. Bax, bayaq enerjidən bəhs elədiniz. Ona görə də mən hər zaman bax bu pozitiv enerjimi insanlarla bölüşürəm. Əgər bugün insanların üzündə o təbəssümü görürəmsə və bu mənim pozitivliyimdən və mənim ona ötürdüyüm enerjidən onu görürəmsə, mən inanın ki, ondan çox sevinirəm. İnsanları sevindirməyi bacarmalıyıq. Bugün hamının problemi var. Hamı öz problemini həll eləməyə çalışır. Amma bir məclisə gedəndə, bir qonaqlığa, bir yana gedəndə insanda o təbəssüm əski olmamalıdır. Çünki ən böyük silahdır. Bəli, bəlkə də ömrünü uzadır. O çıxdığı ev, o problemlərdən... Qadın gülə-gülə kimisə xoşbəxt edə bilər. Qadın gülə-gülə kimisə bədbəxt edə bilər. Yenə də. Qadın danışa-danışa kimisə xoşbəxt edə bilər. Qadın danışa-danışa kimisə balta kimi baltalaya bilər. Başa düşdünüz? Qadın həqiqətən də güclüdür. Ona görə xanımlar sizə təşəkkür edirəm. Mirəzim həkim, qadınları kimə bənzədirlər sizcə? Elə qadına. Elə xanımın... Bəs deyirlər qadın uşağa bənzəyir. Yox, qadın qayğı uşaq. istəyir, Yox, diqqət istəyir. Yox. Hər bir Yəni ki, qadının... istər kişi olsun, istər qadın olsun. Hər kəs diqqət istəyir. Nəvaziş istəyir, bəli. Hər şey tumar istəyir. Qadınlar Həkim- necə siz həkim də- inciyirlər? İstər
Canlı olan hər bir kəs bunu istəyir. Amma Könül xanımın Hə? sözündə həqiqət var. Hər bir xanımın qəlbində bir uşaq var. Bəli. Hər bir qadının qəlbində uşaq var. Yaşından asılı olmayaraq. Allah, Biz qadınlar nə qədər də belə deyim də çox müxtəlif Allah onları xarakterli. böyüməyə qismət eləsin. Biz qadınlar, gəlin razılaşaq da. Elə qadın var sakit xarakterlidir. Elə qadın var belə hayküylüdür. Elə qadın var normal belə. Amma hər bir qadının elə bir anı olur ki, küncə sığınır və ağlayır. Yəni onun bütün hayküyü, onun bütün gücü o küncdə həll olunur. Küncdəki o elə bil ki, ona aid olan bir yer olur. Ağlamaq, yenə deyirəm, ağlamaqdan var. Bu ağlamaq hər bir xanımın və yaxud da canlı idea kişi və xanımın içində yığılan o mənfi o stresslərdir ki, ağlayır, ondan rahatlayır. Onu Çıxartmaq üçün. Amma hər bir qadında var da o. Nə qədər də hayküylü kişidə də var olsa, o bir küncə sığınır və o öz dünyasına təkbətək. Küncə sığışmaz. Məncə kresloda oturar. Sizcə Mirəzim həkim ümumilikdə götürəndə sizin fikrinizcə ümumiyyətlə qadın güclü olur yoxsa kişi? Söhbət fiziki gücdən getmir. Suallara bax. İkisi bir yerdə güclüdür. Ayrı-ayrı da güclü deyirlər. Siz ikisinin bir yerdə güclü olması. İkisi də güclüdür, başa düşdüm. Necə olur ki, iki güc bir yolu gedə bilir? Yenə deyirəm, mən fiziki gücdən biz yenə danışmırıq, amma yenə deyirəm, bir xanımın arxasında bir güclü kişi yoxsa o xanım zəif. Demək, qadının, bəyin arxasında güclü kişi olmaq. Burada fikirlərimi bildirib, izah elədim ki, bunun Mehriban xanım təksib elədim. Amma yenə deyirəm, Mehriban xanım təksib eləyə bilər. Amma mən reallıqdan danışıram. Mehriban xanım, qadın güclüdür, kişi. Fərd olaraq bunu cinsə bölmək ən azından heç də doğrudur. Yəni, müəyyən məqamlarda Könül xanım, elə məqamlar yetişir ki, qadın nədir? Ümidvericidir. Məsələn, həyat yoldaşı elə bir vəziyyətə gəlib çıxır ki, adi bir ümidlə, o qadın ona o ümidi verməsə, o bəlkə də məhv olar. Demək, qadın güclüdür. Mən yenə deyirəm, mən bunların arasında bu yarış deyir ki, kim güclüdür, rəqabət aparmırlar. Sadəcə olaraq müəyyən məqamlarda ən xırda bir nəvaziş göstərməklə, bir yol göstərməklə və yaxud bir ümid verməklə həmən o hansı ki, bütün ümidlərini itirmiş həyat yoldaşı yenidən sanki həyata başlayır. Baxın, burada və yaxud qadın... Sadəcə qadınlara mı aid? Mən axı tamamlamamışam. Və yaxud kişilərimizə aiddir. Elə bir qadın son sanki olur gənclər ki, artıq bitdi bunların ki, amma elə bir addımla irəli gəlir ki, öz gücünü, özünün o hərəkəti ilə elə bir bayaq söylədim axı mən, bizim kişilərimiz riskə getməyə hazır olmalıdırlar. Müəyyən Gedirlər, riskə gedirlər. Müəyyən o məsuliyyəti artıqlanması ilə öz üzərinə götürürlər. Bəli, ona görə də burada hər iki cinsə aiddir ki, hər iki tərəf, xüsusən də həkim, bəli, ikisi də bir yerdə tamamilə razıyam, daha güclüdür. Sonda nöqtəni kim qoyur sizcə, qadın yoxsa kişi? Ağıllı qadın olsa hər zaman düşünər ki, kişi qoysun, bəli. Qadın gərək vergil qoya. Bəli. Bitdi deyən kim olur sizcə? İndi bu dəqiqə qadınlar. Kişi bitdi demir, qadın anca deyir, bitdi. Bitdi qadınlar deyirəm. Yenə mən fərq qoymuram. Yəni, burada mən cinslərə bölmək istəmirəm, kişi və yaxud qadın. O fərddən asılıdır. Elə məqam yetişir ki, yəni... Qadın uzaq görən olur, yoxsa kişi uzaq görən olur? Qadın. Dərhal cavab verdi. Siz niyə dərhal cavab verdiniz? Mən öncədən də vurğuladım. Müəyyən hadisələrə o görünməyən tərəflərini kişidən çox qadın görə bilir.
və bir çox məsələlərdə də həmin o baş verəcək o pis hadisələrin, faciələrin qarşısında yox, faciələri yox. Məsəl üçün deyirəm, qadın qarşısını alınmasında qadının böyük rolu var. Yox, faciələrin yox. Faciələrin yaranmasında. Düzdür, kişilər uzaq görən deyillər. Kişilər tez inanandır. Tez inanandır və kişilər, yəni deyirəm ki, hər zamanda deyək ki, biz bütövlükdə deyil. Biz bölürük müəyyən faizdə. Kişilər, yəni deyirəm, uzaq görən deyirlər və qadınlar düz deyir, uzaq görəndir. Xanımlar faciələrin qarşısını alan deyil. Faciələri yaradan. Törədəndir. Yox, həkim, məhz elə bir çox hadisələrin qarşısını ağıllı qadından bəhs eləyiriksə, onlar o qarşısının alınmasında böyük rolu var. Ona görə də sanki o həyat yoldaşını xilas eləmiş olur. Bəli. Hə. Nədir? Elə düz dayandınız. Sözün bitdiyi yerdir ya. Onda belə çıxır ki, siz kişiləri aldanansınız da. Biz qadınlar sizi aldada bilərik. Bəli. İstənilən bax. Demək zəif bəndsiniz. Zəif, o zəiflik deyil. Niyə onda aldanırsınız? O nə görə ki, bu ürəkdən asılıdır. Doktor, bu vəziyyəti özünüz getirir. Siz ürəklə işləyirsiniz, beyinlə. Təvazökarlığımızla. İnsanı idarə edən beyindir. Beyindir. Aha, demək ürəyin boynunu atmayın. Yəni təvazökarlığımızı deyirik. Deyirlər qadın beyni ilə kişi beyninin də ölçüsündə fərq var, düzdürmü? Hə, düzdür. Düzdür? Aha. Qadın daha tez götürür. O Mirəzim həkim söylür ki, kişilər aldanandır. Amma aldadan da kişilər olur. Qadınları aldadırsınız. Xeyr, qadınları aldadan qadınlardır. Qadınları aldadan qadınlar eyni zamanda kişilər. Mən heç birinizlə razı deyirəm. Çünki fərd olaraq mən bölmək istəyirəm. Bu insan xislətidir, insan xüsusiyyətidir. Bunu kişi, qadın deyə bölgüsü. Bu insan deyir ki, Könül xanım. Deyir ki, bəli, Könül xanım deyir ki, kişilər qadınları aldadır. Siz bu sözlə razısınız? Mən nə kişinin qadını aldatmağından, nə də qadının kişini aldatmağından razı deyirəm. Mən yenə təkrar eləyirəm, bölmürəm kişi, qadın, fərd olaraq baxıram. Axı insan insanı nə üçün aldatsın, nə üçün işgəncə versin, nə üçün bu qadınlığından, kişi olmağından asılı olmayaraq mən insan kimi baxıram, insanı bölmək istəmirəm. Aydındır, aydındır. Təşəkkür edirəm. Güclü qadın, ağıllı qadın, gözəl qadın, dünyanı xilas eləyən də qadındır. Allah onları qorusun. Allah onları qorusun. Qadınsız bir gününüz olmasın ay kişilər. Amin, amin. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram sizə. Sonda qısa da olsa fikirlərinizi söyləyin. Kimdən başlayaq? Mehriban xanım, gəlin sizdən başlayaq. Nöqtəni bəy qoyar. Mən ümumiyyətlə çox sevinirəm ki, bax bu qədər fikir ayrılığı oldu da, amma bir-birimizi dinləməyi bacardıq. Ümid eləyirəm ki, bizim tamaşaçılarımız da bizləri dinlədilər və nə yaxşı varsa hesab eləyirəm ki, bizim gənclərimiz həm maarifləndi, həm nəsə götürə bildilərsə nə xoş bizə. Aydındır, buyurun. Mən də hər bir ailə xoşbəxtlik arzulayıram. Çox sağ olun. Çox Ailə sağ olun. rahatlığı, sağlamlıq, doğrudan da insan rahat olduğu zaman Görsən, xoşbəxt kişi nöqtəni olur. qoydu, qadın danışdı. Gördünüz. Mən sanki davam eləyirəm. Yəni Bax görürsüz, durmur. Onun gözəlliyi də odur da. Onun gözəlliyi də odur. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Hörmətli izləyicilərimiz, hörmətli televiziya tamaşaçıları, bu gün Mehriban xanım, Mirəzim həkim, Mehriban Paşayeva, Mirəzim Zahidov bugünkü efirimizin qonaqlarıdır. Bu gün biz qadınlardan danışdıq. Kim qadından danışdı? Uğurlu ailəsi olan, gözəl ailəsi olan, iş sahəsində bir çox uğurlara imza atan, ana kimi gözəl, savadlı övladlar yetişdirən, böyüyən, cəmiyyətə verən bir xanım idi Mehriban xanım. Eyni zamanda
dünyanı gözəl görmək istəyən, Azərbaycan qədər gözəl görmək istəyirəm mən Azərbaycan xanımını. Hər zaman xanımların yanında olan, xanımların sevimlisi olan Mirəzim Zahidov idi bugünkü efrimizin qonağı. Hər ikinizə təşəkkür edirəm. Çox sağ olun. Qadınları gözəl görmək istəyir həkimimiz. İşlərinizdə uğurlar. Ancaq və ancaq uğurlar. Hörmətli izləyicilərimiz, bizə ayrılan efir vaxtı sona çatdı. Bugün biz qadından, güclü qadından, ağıllı qadından, gözəl qadından danışdıq. İnanın səmimiyyətimizə ki, Azərbaycan qadını dünyanın ən gözəl qadınıdır. Azərbaycan qadını ağıllı qadındır. Azərbaycan qadını gözəl anadır. Azərbaycan qadını etibarlı dostdur. Azərbaycan qadını övladdır. Azərbaycan qadını ən, necə deyim, etibarlı, ən qeyrətli bir həyat yoldaşıdır. Azərbaycan qadını elə Azərbaycan qadınıdır. Qadın olduğumuz üçün fəxr edirik. Şükür Allaha ki, Azərbaycanda doğulduq və bir Azərbaycan qadını kimi də özümüzü dünyaya təqdim edirik. Bu saata bu qədər. Bizim qadınlar dünyanın ən gözəl qadınlarıdır. Vəssalam. Diqqətinizə görə təşəkkür edirəm. Bizim qədrimizi bilin. Sağ olun.